Sabirabad rayon İcra Hakimiyyət başçısının Çöl-Beşdəli kənd İnzibati Ərazi Dairəsinin nümayəndə Qalib İbrahimov 2026-cı ildə yaşlaşdırma və şəhərsalma ili münasibətilə Sabirabad rayon İcra Hakimiyyəti başçısı cənab Sıraqəddin Cabbarovun rəhbərliyi altında göstəriş əsasında ağac əkmə aksiyası kampaniyası keçirilir. Biz də bu günləri həmin işləri mütəmadi davam elətdiririk. Bu günləri xüsusilə yeni ağacların əkilməsinə start vermişik. Artıq bu günə kimi 500-ə qədər ağac əkilib. Bu işləri mütəmadi olaraq davam elətdiririk. Cəbrayılov Vilayət Orucoğlu, Sabirabad Nizami Bələdiyyəsinin sədr müaviniyəm. Hal-hazırda Nizami Bələdiyyəsinin Çöl-Beşdəli kəndi üzrə ağac əkilir. Biz də orada bələdiyyənin sədr müavini olaraq, həmçinin də Çöl-Beşdəli icra nümayəndəsinin təşkilatçılığı ilə bir yerdə ağac əkmə kampaniyasında iştirak edirik. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.